Bugün haqqın, ədalətin və vicdanın keşiyində məntiqlə dayanan, çətin anda hər kəsin köməyinə çatan, sözü ilə güvən yaradan, imzası ilə taleylərə ümid verən hörmətli vəkilimiz. Eyni zamanda Kanal 21-in hüquq şöbəsinin müdürü, dəyərli Əzamin müəllimin 60 yaşı tamam olur. 60 il. Bu sadəcə bir yaş deyil. Bu ləyaqətlə yaşanmış bir ömür, təcrübə ilə yoğrulmuş bir yol, haqq uğrunda aparılan mübarizənin şərəfli tarixidir. Əzamin müəllim bu illər ərzində yalnız hüququn kitabını deyil, onun ruhunu da qoruyub. Haqsızlığa qarşı susmayan, ədalətsizlik qarşısında geri çəkilməyən, insanlara arxadayaq olan bir ağsaqqal, bir dayaq, bir mənəvi sütun kimi tanınıb. O təkcə peşəkar hüquqşünas deyil, o dəyərli qardaş, sadiq dost, etibarlı sirdaşdır. Yaş baxımından böyük olsa da, ruhən hər zaman gənc, fikirdə çevik, mövqedə prinsipialdır. Onun sözü məsləhət, duruşu nümunə, varlığı isə güvəndir. Bizim üçün o sadəcə vəkil deyil, bizim ağsaqqal qardaşımızdır. Əzamin müəllim Bərdənin dəyəridir, Kanal 21-in hüquqi dayağıdır. Cəmiyyət üçün isə ədalətin canlı simvoludur. Onun varlığı bir çox insan üçün ümid, bir çox ailə üçün rahatlıq, bir çox haqq sahibi üçün qurtuluş olub. Bu mübarək gündə dəyərli Əzamin müəllimə möhkəm can sağlığı, uzun və bərəkətli ömür, ailə saadəti, işlərində daim uğur və Allahın himayəsini arzulayırıq. Qoy 60 yaşdan sonraki ömür yolu da əvvəlkilər kimi xeyirli əməllərlə, hörmətlə və dua ilə müşayiət olunsun. Ad gününüz mübarək olsun, dəyərli Əzamin müəllim. Haqq yolunuz açıq, sözünüz kəsərli, ömrünüz bərəkətli olsun. Sonda isə Kanal 21 kollektivi adından sizə dərin təşəkkürümüzü bildiririk. Ədalətə xidmətinizə, insanlara dayaq olmağınıza və bu şərəfli yolu ləyaqətlə getdiyinizə görə Allah sizi qorusun deyirik.